əziz şagirdlər, bu ki sizinlə Azərbaycan dilindən sınaq işləyəcəyik. Gəlin birinci suala baxaq. Biri sadə sözdür. Bildiyimiz kimi Azərbaycan dilində sözlər quruluşca 3 yerə bölünür. Sadə, düzəltmə, mürəkkəb. Sadə sözlər bir kökdən ibarət olur. Gəlin baxaq A variantına. Tibbi sözü. Deməli sözün kökü nədir? Gəlin sözün kökünü tapaq. Sözün kökü tibdir. İ isə burada leksik şəkilçidir. Yəni bu sadə söz hesab olunmur. B variantına baxaq. Həyati. Həyati sözünün kökü həyatdır. İ isə leksik şəkilçidir. Bu da sadə söz hesab olunmur. Elmi sözünə baxırıq. Elmi sözün kökü İ isə leksik şəkilçidir. İndi isə D variantı. Dövrü sözü. Dövrü sözün kökü dövrüdür. İ isə leksik şəkilçi. Geriyə qalır Y variantı. Sivri sözü. Sivri sözü olmadığı üçün sivri sözü sadə sözdür. Sadə sözlər dediyimiz kimi bir kökdən ibarət olur. Belə videoların davamı üçün kanalıma abunə olun, digər testlərdə paylaşaq və bəyənməyi unutmayın.